Allah'a salli ala. Allah rahmet eylesin. Ondan önce Azerbaycan'ın müstakilliği uğrunda, torpakların azad olunması uğrunda, suverenliğimizin berpa olunması uğrunda kanundan geçen bütün şehitlerimizin eli staflesin. Bir de gerisi çoktan yad ediyor. Kahraman şehidimiz Hazreti Oğlu, Yavşakoğlu'nun 5. yıl dönümü dişi torpağı tapşırıldığı gün. Allah rahmet eylesin insan. Allah sabır versin bütün onlara. İnşallah. Benim danışmağıma hakkım yoktu ama Nazif Şehit Mehmet Ali kardeş danışardı. Benden beraber Kerim Aliyev Nəşat şehidimizin. Allah mekanı cennet eylesin. Ruhu şad olsun şehidimizin. Ben danışmağı hoşlamıyorum. Allah incimeyim ben. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Biz şəhid sözü altında birləşmiş bir vətən qəhrəmanlarıyıq. Çünki o torpaqlarımızı mənfi düşməndən azad edən bizim evlatlarımız olur. Tək biz yox, bütün dövlət, bütün millət bu şəhidlərə borçludur. 30 il az müddətdir işğal altında olan torpaqları o devirlərdə doğulmayan oğullar xilas elədi. Çox bəlalar gəldi başımıza 92-93-cü illərdə. Biz imkan verməlidir ki, bir də Azərbaycan torpaqları mənfi düşmənin tapdağının altında qalsın. Qəhrəmandır, hər bir qəhrəman. Bugün qarşılaşdığımız müəyyən insanlar da var ki, hələ şəhid sözün mənasını başa düşür. Bizim özümüzə təskinliyimiz yox, ölkənin təskinliyi lazımdır bizə. Bizim ona ehtiyacımız var. Ya ki devlətin, torpağımızın bizim evlatlara ehtiyacı olduğu kimi. Ehtiyacı o torpaqların azad olunmasıydı. Onu da bu oğullar azad elədi. Allah cəmi şəhidlərə rəhmət eləsin. Biz valideynlərə daimi baş ayak qarşısında şəhid valideynlərin şəhidlərimizi ziyarət edək, unutmayaq, unutturmayaq. Hər birimizin borcudur. Bəzi insanlar unutqanıq. İndi biraz günümüz xoşdur, hava xoşdur. Deyirik, yəqin belə olmalıymış. Yox. Bu günü bizə bəxş edən o körpə balalar, şəhidlərdir. Ona görə bütün şəhid valideynlərin qarşısında baş əyilməliyik. Onlara səcdə eləməliyik, ziyarət eləməliyik. Hər dəfə 2-3 yerdə dedim, bəzi din xadimləri mənə pis baxdılar, həcilər, Kərbəlalar dedilər belə. Dedim, hər biri 11 min, 12 min xərcləyir, həzə gedir. Amma heç kim 2 manat xərcləyib gəlib, şəhidini ziyarət eləmir. Ən gözəl olar ki, ziyarət də buradır, pir də buradır, ocaq da buradır. Gəlib burada bu şəhidlərimizi ziyarət eləsinlər. Heç kim, heç bir ana, heç bir ata, heç şəxsən bu vətəndaşlardan, bu kəndin sakinlərini heç istəmirlər. Burada ancaq görürüm, ictimai, belə deyək də, rayon rəhbərləridir 5-6 nəfər, bir də şəhid valideynləridir. Kənd cəmaatı. Bu evlad bu kənddən ökəri, bu rayondan ökəri gelib. Bu ana evladın onunla tərbiyə edir. Bu ata onunla tərbiyə edir evladı. Bu kəndin cəmaatının da, bizlərin də borcumuz odur ki, fərqi yoxdur. O birisi rayon, bu birisi rayon, Ucar, Göyçay, Ağdağ. Harada imkan olsa şəhidin girib məzarını ziyarət eləmək. Hər birimizin borcumuz deyil. Amma biz unuduruq, tez unuduruq. Günümüz xoş keçdi. Bu günlərim 2 manat pul tapdıq. Qarnımıza çörək aldıq. Yedik, deyirik, yağını belə yaşamışıq. Yox. Hamısına görə onlara borcluyuq. Hər bir çörək dayına düşməlidir insan. Hər biri qazanmalıdır. İl ərzində hər bir insanın 1 saat, 20 dəqiqə vaxtı olar ki, ziyarət eləsin. Borcumuzdur ziyarət eləmək. Ziyarət yerimiz buradır bizim. Pirimiz də, ocağımız da, həzimiz də, Kərbəlamız da, Məşədimiz də buradır. Allah hər birinə rəhmət eləsin. Hər birinin məkanı cənnət olsun. Bizim də Allah ömür versin ki, ziyarət edək sevənlərə. Allah rəhmət eləsin. Baş əyirik qarşısında hər bir şəhid valideyni, şəhidlərim. Mən də benim kimi burada şəhid valideynlərə, şəhid atalarına çox xoş gəldi. Mən bir neçə yerdə, bir neçə sözü demişəm ki, o şəhid verməyən ailələr Allah eləsin, bax, şəhid çox verməsinlər, müharib qadabal olsun. Şəhid verməyən atalar, analar belə çıxış eləsə, Reyhan bacının ünvanına hoş sözlər desə, bu böyük təsəllidir. Bu böyük dayaq durmaq deməkdir. Şəhid anasına, şəhid ailəsinə. O yara elə bilir ki, sağalmayan yara təzdən başlayır ağrı verməyə. Bir qaysar bağlamayan yara. Ona görə də sizdən xahiş edirəm. İndi kənd cəmaatı burada kəndinizin
Siz dedin, Şahin, kənd cəmaatı, bu şəhidimiz Toğrul balamız kim üçün həyatını qurban verir? Ki bu balalar xoşbəxt olsunlar, bu torpaqlar gülə-gülə gəlsinlər, oynasınlar, böyüsünlər, oxusunlar yaxşı. Elmi üçün, idmanı üçün, ailəsi üçün fədakar olsun, fədaya olsunlar elmi üçün. Reyhan bacı, Allah sənə səbir versin. Hüseyin da dedi, Siyafşah kardeşi valla hiç ben Bakı'ya gitmiştim o gün. 5. günü uşağın xeyir içinde burada oyuna bir yerde olmuşum. Hiç gözlerime, hiç gözlerime hiç ağlıma da getirebilmezdim ki Siyafşah birdenbire hayattan kötüler. Eldeniz Müəllimin yaxşı bir sözü var deyir, biz şehit aileleri ocağı sönmüş insanları külüyle oynuyoruz. Bəli, siz o bildirdi. Siyafşah kardeşim de bizim gibi o da külüyle oynuyordu. O küldeki küre yapardı. Siyafşah kardeşim balasına kavuştu. Allah o günde bize kısmet eləsin, balalarımıza kavuşar. Allah ruhunu şad eləsin Toğrul balamın. Allah sana sabır versin. Çok sağ olun. Bəli. Hörmətli mərasim iştirakçıları, bildiyiniz kimi Şəhid Toğrul Hacıyevin şəhadətindən 5 il ötür. Bu mərasimdə hamımız yığışmışıq, şəhidin ruhunu xatırlayaq, onun həyatından, keçdiyi yoldan danışaq. Bilmədim kimi Toğrul balamız haqqında danışmaq mənim üçün yenə də çətindir ona görə ki, Toğrul qeyri bir adi bala idi, qeyri bir adi oğul idi. Çünki məktəbdə tədris təhsil olması ilə yanaşı Toğrulun doğulub boya başa çatdığı ev, ailə məktəbin yaxınlığında yerləşirdi. Yəni üz-üzə idi məktəbdə. Bir sözlə Toğrul bizim gözümüzün qarşısında böyümüşdü. Toğrulun atası Siyavuş əmi çox ziyalı bir adam idi. Dünyadan halı adam idi. Görüşürdü. Və sizi inandırıram, Siyavuş əmi ilə mən hər hansısa bir mərasimdə, məclisdə, hadisədə danışmağa başlayırsa, həmin gün görüşürlər. Çünki tarix elə bir məqamdır, elə bir elmdir ki, yəni onu axıra çatdırmaq mümkün deyil. Və bu elm özü bir vətənpərvərliyi aşılayan bir elmdir. Siyavuş əmi vətənpərvər bir insan idi. Reyhan ana özü də qadın olmağına baxmayaraq məhv bir qadındır, məhv bir anadır. Sözümün məqsədi odur ki, Toğrul məhz belə bir ailədə böyümüşdür. İgid böyümüşdür, halal çörəklə bəslənilib böyümüşdür. Vətən sevgisi ilə böyümüşdür. Yəni mən bir şəhidimin timsalında bu sözləri bütün digər şəhidlərimə də şamil edə bilərəm. Azərbaycan oğulları yeri gələndə, vaxtı gələndə, vətən dardı olanda hər zaman vətənin keşiyinə qalxmağa, onu qorumağa hazır olublar. Düzdür, tarixin ayrı-ayrı acı səhifələri zamanlarında bəli, düşmən öz havadarları vasitəsilə güclü olub, haradasa bizə üstün gəlib, üstünlük gəliblər. Bunun bir nümunəsi də bilirsiniz, 90-cı illərin əvvəllərindən başlanan bədnam qonşularımız tərəfindən edilən təcavüz idi ki, Azərbaycan torpaqlarının 20% işğal altında qaldı uzun ildə. Kimi bəlkə də o dövrdə doğulmayan qızdır. Hal-hazırki şəhidlərin əksəriyyətinin doğum taxanda məhsul, yəni onlar o müharibədə, 1-ci Qarabağ müharibəsində döyüşərək şəhid olmuş şəhidlərin ruhu ilə, məhvli ilə qidalandılar ki, vətənə olan məhəbbətləri, sevgisi sonda dövlətimizdən, xalqımızın birliyinə gətirib çıxartdı ki, o ruhdan qidalanan uşaqlar, o ruhdan qidalanan igidlər dövlətin tapşırığına uyğun olaraq Cənab Ali Başkomandan, Müzəffər Ali Komandanımız İlham Əliyevin tapşırığına, göstərişinə, çağırışına uyğun olaraq bir yumruq kimi birləşdik və düşmənə layiqli cəzanı, zərbəni vura bildik. Azərbaycan ordusu heç bir silahsız mülki əhaliyə qarşı vuruş əzizimiz Toğrul Hacıyev idi. Nə deyim, Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Onların ruhları bizlə yaşayır və maraqlıdır ki, bəzi inandırıram. Bunun şahidiyəm. 2020-ci il 5-6 yaşları olan uşaqların 5 il keçib artıq 9, 10, 11, 12 yaşları var. Artıq insanların qəlbində daha da canlanır və yaşayır. Buna əminəm ki, ona görə də bəli. Onların ruhu daim bizim qəlblərimizdə. Görün nə qədər qəlblərdir. Allaha çox şükürlər olsun. Düzdür. Deyirlər, əvəz olunmaz və təkrar olunmaz. O oğullarımız əvəz olunacaq. Bizim xalqımız yaşadan, yaradan bir xalqdır. Yəni onlar əvəz olunacaq, yerinə əvəz yenə elə bir nəsil yetişəcək. İnşallah Allah Taala bizim dövlətimizə və xalqımıza bir daha müsbət eləməsin. Amma inanın, bu
gündə, bu qatillərin, şəhidimizin ruhunun şad olunması günündə hamımız əziyyət çəkmişik, gəlmişik. Təşəkkür edirəm. Bütün şəhid valideynləri qarşısında mən də bir müəllim olaraq baş əyirəm. Və Allah Taala'dan da hamımızın duaları var. Bütün şəhid. Müqəddəs borcunu yetirən zaman sinəsin gəlmişdir dara şəhidim. Namərd atəşinə tuş gələn zaman dərindən almışdır yara şəhidim. Nakam deməyək biz, bəlkə də kamı, bu idi gəlibmiş çatıb məqamı, şəhidlik zirvəsin dərin eyhamı, sarmaşıq gülü tək sara şəhidim. Gedir çiyinlərdə bayrağı ilə, qələbə çalınmış torpağı ilə, vətənin hər daşı yarpağı ilə, qalmasın gözündə qora şəhidim. Yanmazmı atanın qanamış bağrı, yatmazmı ananın köksündə ağrı, şəhidsiz gedilmir zəfərə doğru, dünya belə gəlmiş xara şəhidim. Varmı igidlikdə tən bərabəri, şücaəti olmuş dillər əzbəri, bəs kimlər ağlasın yetim əskəri, qar yağmış hər bahara şəhidim. Şəhadət şərbəti içibdir canın, mələklər bürüyüb hər bir dörd yanın, bəllidir hamıya axır ünvanın, sormuram gelirsən hara şəhidim. Bu zəfər tarixdir qalacaq izi, buna şahid olsun Allahın özü, yerlərə atılıb düşmənin dizi, düşmən gəlib artıq zara şəhidim. Əşarın döyüşü söz qələmlədir, sanmayın ki ancaq öz aləmlədir, düşmən açıq aydın cəhənnəmlədir, haqlısan, olsan da para şəhidim. Şəhidim, nə gözəl durursan şəkillərində, elə bil bu vaxta hazırlaşmısan. Sən necə məğrurlu durursan şəhid, köç edib getsən də yaddaşlardasan. Qanınla tarixə imza atmısan, sən bizə bir ömür fəxirsən daha. Qəbirin əmanət olsa da bizə, ruhunsa əmanət olub Allaha. Yardı köksünüzü namert gülləsin, dondu dilinizdən vətən